Salam, hər vaxtınız xeyir. Hörmətli Excellent izləyiciləri, sizinlə tarix funksiyaları mövzusunda videolarımızı davam elətdiririk və növbəti funksiyalarımız 3 tarix zaman funksiyaları barədə olacaq. Hour, minute və second. Deməli, Excel faylında B sütununda saat göstərilmişdir. Yəni zaman əks olunmuşdur və biz burada verilmiş məlumata əsasən ayrı-ayrı sütunlarda saatı, dəqiqəni və saniyəni əldə etmək istəyirik. Çox sadə istifadə qaydası var. Saatı əgər biz almaq istəyiriksə, bərabər formulasını qoyub hour funksiyasının adını yazırıq. Hour saat deməkdir və xananı seçirik sadəcə olaraq. Mütərizəni bağlayırıq. Burada siz 22 görəcəksiniz və biz xananın künc hissəsindəki qara plus işarəsini 2 dəfə klik etməklə aşağıya doğru sürüşdürürük. Dəqiqəni eyni məntiqlə almaq üçün bərabər qoyub minute formulasını qoyuruq və B2 xanasını, yəni saat yazılan xananı seçirik. Burada artıq onun dəqiqə komponentini görəcəyik, 31 dəqiqə və yenidən aşağıya doğru sürüşdürürük. Saniyə üçün biz müvafiq olaraq second formulasından istifadə edirik. Baxın, burada da bu şəkildə görə bilərik. Sadə bir funksiyadır. Praktikada hansı hallarda biz istifadə edə bilərik bu funksiyalardan, ümumiyyətlə zaman anlayışından? Bir neçəsini sadalayacağım. Məsələn, saata görə satışların analizini edə bilərik və yaxud pik saatlarda, yəni çox məşğul saatlarda olan müştəri gediş-gəlişlərinə baxa bilərik. Ən çox hansı saatlarda müştəri gəlişi olub. Daha sonra otel sferasında saata əsasən ən çox hansı saatlarda daha çox qonaq qəbul edə bilirik və s. Call center analizlərində baxa bilərik. İşçilərin gediş-gəliş saatlarını tənzimləmək üçün istifadə edə bilərik bu tipli funksiyalardan. Ümumiyyətlə, saat, dəqiqə və saniyə anlayışı haqqında Excel-də bir neçə kəlmə demək istəyirdim. Biz bilirik ki, bir gün 24 saatdan ibarətdir və buna müvafiq olaraq Excel üçün 24 saat 1-ə bərabərdir. Yəni, nəyi nəzərdə tuturam? Əgər biz burada 24:00 yazsaq və onu home menyusundan gəlin sadəcə olaraq formatını generala çevirək, burada 1 almış oluruq. Yəni, 24 saat Excel üçün 1-ə bərabərdir. Eyni şeyi burada 00:00 üçün də gəlin yoxlayaq, cavaba baxaq, generala çevirsək, burada 0 almış ola bilirik. Yəni, bu o deməkdir ki, 00:00-dan, yəni 12:00-dan 24:00-a qədər aralarında 0-dan 1-ə qədər bu müddət ərzində dəyişiklik baş verir. Buradan yola çıxaraq, yəni bu məntiqi davam elətdirərək, əgər bizim 1-imiz 24:00-a bərabərdirsə, 0-ımız isə 00:00-a bərabərdirsə, deyək ki, 12:00 rəqəm qarşılığını görmək üçün 0.5-ə bərabər olacaqdır. Və yaxud 6:00-a baxmaq istəyirəm. Bu zaman onun rəqəm qarşılığı 0,25 olacaqdır. Eyni şeyi 6:00 səhər saatlarını bildirir. 18:00-a baxmaq istəyirəmsə, bu zaman formatını çevirəndə 0,75-i ala bilərik. Baxın, bu məntiqə davamı olaraq siz rahat şəkildə riyazi saatlar üzərində riyazi hesablamalar apara bilərsiniz. Gəlin indi konkret misallar üzərindən gedək. Deyək ki, bizdə işçilərimizin adı, soyadı yazılıb və işə gəlmə zamanları göstərilmişdir. Tapşırığımız odur ki, işə saat 9-dan gec gələn işçiləri müəyyən etməliyik. Baxın, burada sütunda, yeni sütunda elə bir formula yazmalıyıq ki, kim ki 9-dan sonra işə gəldi, burada bir qeyd aparılsın. Bunu bu şəkildə yaza bilərik. İşə saat 9-dan gec gəlmə, yəni saatı soruşduğuna görə biz hour formulasını yazacağıq və xananı seçirik. Burada bildirmək istəyirik ki, əgər saat, yəni bu hour formulasının cavabı 8-dən böyükdürsə, niyə 8 qoyuruq? Çünki saat 8-dən böyük olarsa, artıq 9, 10, 11 və digər saatlara keçir. Bu da artıq gecikmə deməkdir. Ona görə sadəcə olaraq formulamızı bu şəkildə qoyuruq və enter düyməsini basırıq. True alınacaq. Yəni, həqiqətən burada gecikmədir. Və formulanı aşağı sürüşdürürsək, görərik ki, 9-dan keçən bütün saatlar üçün, zamanlar üçün true cavabı əks olunub. Bunu əlbəttə ki, siz daha sonradan if olaraq da əvvəlinə artıra bilərsiniz. If formuası ilə şərt qoya bilərsiniz ki, əgər saat 8-dən böyükdürsə, gecikmə yazsın xanada, əks halda sadəcə normal yazsın və s. Yəni, istədiyiniz formaya sala bilərsiniz. Başqa bir praktik nümunəni isə, baxın, bu şəkildə aparmaq istəyirəm. Öncəki videoda biz today və now formulasını keçmişdik və orada bildirmişdim ki, today formulasının cavabı bizə cari tarixi göstərir. Now formulasının cavabı isə bizə cari tarixi, eyni zamanda saatı göstərir. Və əgər biz now formulasından today formulasını çıxarıqsa, burada yerdə qalan hissəsi, mən bunu general formatından çıxarıb time eləyəcəm, dinamik saatı göstərir bizə. Yəni, burada today, now-dan today çıxanda sadəcə olaraq onun cari saat komponenti qalır və hər dəqiqədə, belə deyək, yenilənən bir şeydir. Bəs necə eləyə bilərik ki, bir sütunda, bir xanada biz sadəcə və sadəcə dinamik saatı görək, yəni 11, burada 11-i görək, amma cari formada. Bunu necə eləyə bilərik? Saat olduğuna görə bizə hour formulası köməyimizə gələcək, amma hour formulasında daxilində now funksiyasını yazırıq. Və bildirmək istəyirəm ki, now-nun cavabı nədirsə, oradan sadəcə saatı bizə versin. Baxın, cavabı 23 aldıq.
və hər 1 saatdan bir bizim bu formulamızın cavabı avtomatik olaraq yenilənəcəkdir. Belə, biz bugün sizinlə hour, minute, second kimi zaman funksiyalarından danışdıq. Növbəti videomuzda isə artıq keçilənləri cəmləyəcəyik və daha iki yeni funksiya barədə danışacağıq. Ona görə izləmədə qalın. Sağ olun.